Salam dostlar, derslerimiz devam ediyor. Bizim dersimizde biz OEP'nin xüsusiyyətlərindən biri olan abstrakt klass haqqında ümumi məlumatlar verdik. Bugünkü dərsimizdə isə eyni xüsusiyyəti daşıyan, lakin müəyyən kod prinsipinə görə fərqlənən interface klasslar haqqında ümumi məlumatlar verəcəyik. Interface klass nədir? Interface klass yalnız funksiyaların başlığını təqdim edən bir klassdır. Burada dəyişənlərin və metodların yalnız struktur hissəsi olur. Yəni biz abstrakt klasslarda onun həm struktur hissəsini verə bilirdik, həmçinin də içərisindəki parametrləri verə bilirdik. Yəni hər ikisini icra edə bilirdik. Lakin interface klasslarda isə bu heç də elə deyil. Onun yalnız biz bu struktur hissəsini verə bilərik. Yəni bizim bu interface klass içərisində yazdığımız sistem bu cür halda olur. Məsələn, mən buna uyğun olaraq bir klass yaradım, daha aydın başa düşək. Tutalım ki, bizim bir user interface klassımız var. Baxın, user interface klass yaradanda dostlar, burada ekranda bəndə class, data, sırf adətən biz klasslardan istifadə edirik. Ona görə də mən klass seçirdim. İndi isə burada interface seçsəm, artıq mənim bu user klassım interface klass kimi əmələ gələcək. Yəni, buradakı əsas məlumat da elə bundan bəhrələnir. Məsələn, biz bunun içərisində tutalım ki, yazırıq var name string tipində və var tutalım ki, yazdırıq salary ya da bunu uzatmayaq elə də. Burada qeyd edək fun login olsun, daha başa düşülmə olsun. Baxın dostlar, mən burada nə həmin bu klassı null kimi qeyd eləmədim, nə də funksiyanı, yəni içərisində heç bir, məsələn, burada override, məsələn, və yaxud da abstract sözündən və yaxud da interface sözündən istifadə eləmədim. Interface klasslar demək olar abstract klasslardan daha çox istifadə olunur. Səbəb də ki, biz eyni vaxtda bir neçə interface klassdan istifadə edə bilərik. Buna uyğun olaraq, məsələn, mən digər bir klass yaradım və daha aydın olsun. Qalım ki, bizdə burada olsun admin klassı. Admin klassının içərisində də həmin bizim interface klassımızı çağıraq. Interface klass çağırmaq üçün 2 nöqtədən istifadə edirik və userdən baxın, mən userdən istifadə edəndə həmin bu klassı çağıranda baxın mənə burada məlumat verir. Birinci məlumat ondan ibarət ki, interface klasslar konstruktor qəbul etmirlər. Yəni baxın burada biz bütün digər klasslarda nə edirdik? Məcbur olaraq konstruktor verirdik, yəni boş mötərizə qeyd edirdik. Lakin interface klasslarda baxın heç bir konstruktor qəbul etmir. İkinci olaraq admin üzərinə gəldim, alt enter düyməsini tıklayanda baxın mənə məlumat verir ki, oradakı biz konstruktorları qeyd edib öz konstruktorunu yaratmalıyıq. Yəni bunun içərisindəki baxın bizim user klassın içərisindəki bir dəyəri verməliyik ya da həmçinin də içərisindəki funksiyanı icra eləməliyik. Bunu etmək üçün mən gəlirəm user klassın içərisində, yox, admin klassın içərisində alt enter düyməsini tıklayaq və bunun konstruktorunu bura verir. Baxın, artıq mən bunu enter düyməsini tıklayanda orada yaratdığım, user klassın içərisində yaratdığım bu name mənə məcbur olaraq, bax burada ilk olaraq, bax burada çağırıldı. İkinci olaraq alt enter düyməsini tıklayıram və içərisindəki funksiyanı daxil edirəm. Artıq baxın, enter düyməsini tıkladım, içərisindəki funksiyanı daxil etdim. Və burada da qeyd edirəm ki, print line edək, sadə olaraq, məsələn, burada olsun, dollar işarəsi, name və admin kimi daxil oldu. Və ikinci olaraq da, məsələn, biz belə bir klass da yaradaq, daha maraqlı olsun, daha başa düşülmə olsun. Məsələn, US adında bir klass yaradaq, bunu da həmçinin interface klassını eyni qaydada burada alt enter düyməsini tıklayıram. Birinci həmin stringi çağırıram. İkinci olaraq da içərisindəki funksiyanı edirəm. Və burada da qeyd edirəm ki, print line edək. Dollar işarəsi, name və burada da olsun qonaq daxil oldu. Baxın dostlar, mən indi main activity içərisində həmin bu klasslardan istifadə edəcəm. İstifadə eləmək üçün gəlin burada edək. İlk növbə yazıram var, olsun bizdə admin və admin klassını obyektini. Obyektini yaradanda dostlar, baxın məndə burada artıq digərlərindən fərqli olaraq burada məndən tələb edir. Və bunun tələb etməsi də artıq mən burada yazıram. Ruslan. Artıq buradakı əməliyyatı mən admin yazıb, nöqtə işarəsi icra eləsəm, içərisindəki metodu da icra edə bilərəm. Burada biz içərisində funksiyanı qeyd etdik.
admin, mesela burada funksiyamız neydi bizim? Login. Login. Artıq bunu run eləyəcəm. Run eləyəndə ekranda həmin məlumatımız ekranda çıxacaq. Baxın dostlar. Burada gəldi. Ruslan admin kimi daxil oldu. İkinci olarak bizim ikinci klasımız vardı Guest. Burada Guest kimi klasını yaradırıq. Eyni qaydada bizdən onun məsələn anar və Guest'i Guest yazdırıb log. Və bunu run eləyirik. Və anar qonaq daxil oldu. Baxın dostlar, ikinci əsas məsələ burada nədən ibarətdir? Mən məsələn ikinci olaraq tutalım ki, bir dənə qeyd eləyirəm. Class test 1 olsun. Və burada ona interface kimi qeyd edirəm. Və interface kimi qeyd edəndən sonra içərisində də yazıram ki, tutalım ki, fun test bucu. Baxın dostlar, mən indi həmin bu klası çağırıram admin klasının içərisində. Vergül işarəsi qeyd edirəm. Test 1. Və test 1'i çağıranda burada yenə məndə error verir. Yenə gəlirəm, alt enter edirəm və həmin içərisindəki məlumatı bura daxil edirəm. Print line edək. Mötərizə içərisində test 1 işə salınır. Və həmin artıq buradakı birinci admin içərisində admin test 1'i işə salacağız. Və bunu run eləyək. Baxın dostlar, test 1 işə salındı. Burada əsas məqsədim nə idi? Əsas məqsədim bundan ibarətdir ki, biz artıq admin klasının içərisində eyni vaxtda bir neçə interface klasdan istifadə edə bilərik. Yəni bu interface'lərin, yəni artıq mən abstrakt klass içərisində və yaxud da ki inheritance-dən istifadə edəndə yalnız bir klassdan miras ala bilirəm. Interface'lərdə isə istənilən qədər interface klassdan miras almaq mümkündür. Bu da bizim işimizi daha da sadələşdirir və rahatlaşdırır. Biz eyni vaxtda artıq məsələn bünövrə olaraq müəyyən interface klasslar yaradırıq və həmin interface klasslarda username, parol və yaxud da digər bizə lazım olan, daimi lazım olan məlumatları onun içərisində qeyd edirik. Və həmin məlumatları artıq biz hər bir profil yarananda və yaxud da digər məsələlərlə bağlı kodlar lazım olanda hər birini biz ayrı-ayrılığında istifadə etmirik. Artıq ümumilikdə bu cür şəkildə istifadə edərək bizə lazım olan hissələri, funksiyaları daxil edirik, override edirik və həmin funksiyaları da içərisində istənilən əməliyyatı icra edə bilirdik. Bugünkü dərsimiz bu qədər. Dərsi bəyəndisə like etməyi unutmayın. Hər hansı bir sualınız olarsa kommentlərdə yazın. Mən maksimum dərəcədə dərsləri sadə tuturam və bundan sonra da getdikcə dərslərimiz artıq praktikaya keçəcək və artıq proqramlar üzərində, applicationlar üzərində yazacağıq. Yəni OOP prinsipləri sırf bundan ibarət idi. Bizim sadəcə proqramlaşdırma artıq ekranlarla rahat sərbəst işləməyimiz üçün Lambda haqqında ümumi məlumatlar verəcəm ki, Lambda necə işləyir, bir də digər xırda məlumatlar olacaq ki, biz bunları artıq öyrənərək ilk applicationımızı normal bir applicationımıza keçid edəcəyik. Dərslərimizi çalışın dostlarınızla paylaşın. Yəni bildirin ki, həqiqətən də yəni YouTube'da bu cür kanal var ki, addım-addım bir-bir sizə bütün məlumatları başa salır və bütün nə lazımdırsa mən xırdalıqlardan əsas başlayıram. Yəni ilk öncə məsələn çətin dərslərə keçəndə məsələn adətən tələbələr özləri də bilmirlər ki, məsələn burada nə olur, necə olur. Mən maksimum dərəcədə dərsləri, teoremləri sadə şəkildə başa salıram. Artıq ondan sonra bir müddət keçəndən sonra artıq mürəkkəbləri keçəndə siz biləcəksiniz ki, biz bu funksiyanı nə üçün işlədik, bax bunu nə üçün etdik, burada əsas məsələ nə idi, kodu oxuya biləcəksiniz. Yəni əsas məqsədiniz kodu oxumaqdır. Kodu oxuyandan sonra, artıq yazılanları oxuyandan sonra özünüz sərbəst şəkildə kodları rahat şəkildə yaza biləcəksiniz. Yəni bunu özünüzə yəni bir kompleks keçirmək, ay mən bunu öyrənə bilmirəm, yadımda qalmır. Yəni o indi bunu sizdə olmağınız bir problemdir.
Sadəcə tədricən yazdıqca, mütəmadi olaraq istifadə elədikcə sizlərin də əli öyrəşəcək və biləcəksiniz ki, harda necə nəyi istifadə etmək lazımdır, nəyi necə etsək daha doğru olar. Dərsimizi bəyəndinizsə like etməyi unutmayın, kanalımıza abunə olun. Sağ olun, gələn dərs görüşənədək.